Salam müəllimlər, hər birinizi salamlayıram. Mən kurikulum təlimçisi Xalidə Bilzadəm. Bugün sizlər üçün müəllimin fasilitasiya bacarığı mövzusunun izahını verəcəm. İzah keçmədən öncə nəzərinizə çatdırım ki, davamlı mövzu izahlarından faydalanmaq üçün kanalımıza abunə olmağı, bildirimləri açıq saxlamağı unutmayın. Keçək mövzumuza. Mövzumuz adlanır müəllimin fasilitasiya bacarığı. Bu nə deməkdir müəllimlər? Deməli, müəllim çalışmalıdır ki, şagirdin təfəkkürünü daim formalaşdırsın. Ona görə də müəllim hər zaman yanaşmaları, tələbləri nəzərə almalıdır. Şagirdləri qloballaşan dünyanın tələblərinə uyğun yetişdirməlidir. Yəni qloballaşan dünya dedikdə təhsildə nə qədər dəyişikliklər varsa, onları şagirdə çatdırmalıdır. Təhsildə artıq bilirik ki, müəllim əvvəlki ənənəvi təhsildə olduğu kimi hazır şəkildə informasiyanı şagirdə ötürmür. Burada müəllim şagirdə istiqamət verir. Şagirdi müstəqil öyrənməyə yönəldir. Bu da şagirddə metakognitiv bacarıqları, həmçinin tənqidi və yaradıcı təfəkkürü inkişaf etdirir. Buna görə də müəllimə fasilitor deyirik. Bəzən düşünürlər ki, fasilitasiya, fasilitor müəllim sadəcə prosesi kənardan izləyir. Əksinə bu belə deyil. Yəni fasilitor müəllim şagirdə istiqamət verir, şagirdlərin tələbatlarına uyğun onlara kömək göstərir. Bir sözlə informasiyanı hazır şəkildə vermir, köməklik göstərir. İstiqamət verir. Biz indi Levi-Gostin'in scaffolding anlayışını keçəndə bu haqda daha geniş məlumat alacağıq. Yəni müəllim şagirdin tələbatlarına uyğun ona kömək göstərir. İndi burada fasilitor müəllimin rolu nədən ibarətdir? Ona baxaq. Fasilitor müəllimin roluna baxaq. Bir dəqiqə. Deməli, müəllim bələdçi olmalıdır həmçinin. Yəni bələdçi nə deməkdir? Yol göstərməlidir, istiqamət verməlidir. Şagirdin potensialını müəyyən etməli, böyük bir deməli həvəslə, istəklə şagirdə həmin potensiala uyğun inkişaf etdirməlidir. Yəni yol göstərməlidir, istiqamət verməlidir. İkinci, məlumatlarla təmin edin. Bu nə deməkdir? Yəni müəllimlər öz fəni haqqında, ümumiyyətlə yeni texnologiyalar haqqında, dünyada baş verən dəyişikliklər barəsində daim məlumatlı olmalı və şagirdləri də bu istiqamətlə yönəltməlidirlər. Bir sözlə müəllim şagirdin dünya görüşünü, savadını inkişaf etdirən şəxs olmalıdır. Üçüncü, tədqiqatçı müəllim. Bu nə deməkdir? Müəllim daim şagirdləri müşahidə etməlidir, tədqiq etməlidir. Yəni onları tanımağa çalışmalıdır. Çünki hər bir şagird müxtəlif ailələrdən gəlir, ayrı mühitlərdə böyüyüb. Ona görə də müəllim şagirdləri yaxından tanımalıdır, bilməlidir ki, bu şagird nəyə qadirdir, digər şagird nəyə qadirdir və buna görə də öz dərsini bu şəkildə planlaşdırmalıdır. Sonra səmərəli fasilitor olmaq üçün müəllim hansı fəaliyyətlər icra etməlidir? Buna baxaq. Deməli, bu nə deməkdir? Təlim nəticələrini şagirdlərə qabaqcadan bildirmək. Bunu artıq dəfələrlə deyirik. Deyirik ki, Milli Kurikulumun nəticə yönümlülük prinsipində də bunu demişik ki, sonda əldə olunacaq nəticəni əvvəlcədən müəyyən edirik. Şagird də belədir. Ona nəticəni qabaqcadan bildirəndə özü üçün daha məqsədyönlü planlar qurur. Planlar qurduğu üçün də öyrənmə fəaliyyəti ona rahat olur. Yəni şagird bilir ki, bu yolun sonunda artıq nə var? O nəyi bilməlidir, nəyi öyrənməlidir? Sonra şagirdlərə məqsəd və maraqları ilə tanış olmaq. Deməli, bu nə deməkdir? Müəllim bilməlidir ki, şagirdlərin maraqları nəyədir, məqsədləri nədir? Bunun üçün də şagirdlərlə söhbət etməli, deməli, sorğu aparmalıdır. Və bunları bilən müəllim təbii ki, şagirdlərin maraq dairələrinə, məqsədlərinə, gözləntilərinə uyğun fəaliyyətlər təşkil etməlidir. Sonra şagirdləri cəlb edin. Cəlb edin haqqında artıq əvvəlki mövzularımızda da məlumat vermişik. Motivasiya mərhələsidir, şagirdləri cəlb etmək. Çünki hal-hazırda dövrümüzdə şagirdlərin sosial şəbəkələrə, müxtəlif oyunlara maraqlı olduqları bir dövrdə dərsi pasiv şəkildə yox, daha maraqlı, effektiv qurmaq üçün biz şagirdləri dərsə cəlb etməliyik. Buna görə də müxtəlif dərs üsullarından, metodlarından istifadə edə bilərik ki, şagirdlər üçün
daha maraqlı olmuş olsun. Yəni biz həmçinin şagirdlərin fikirlərini də nəzərə almalıyıq ki, hansı təlim formalarından istifadə etmək istəyirlər, onlar üçün hansı daha maraqlıdır. Şagird var ki, fərdi işləməyi sevir, şagird var qruplarla işləməyi sevir, şagird var ki, bütün siniflərlə işləməyi sevir, şifahi ünsiyyəti yoxsa yazılı ünsiyyəti sevir. Bunlara deməli şagirdləri dərsə cəlb olunmasına da kömək etmiş olur. Sonra var burada sinif otağından kənara çıxın. Bu nə deməkdir müəllimlər? Bu fiziki kənara çıxmaqla sinif otağını tərk etməkdən ibarət deyil. Yəni bu fənüstü inteqrasiyaya əsaslanır. Yəni öyrəndiyimiz hər hansı bir biliyi həyatda tətbiq etmə bacarığıdır. Şagird nə isə öyrənirsə məktəbdə onu harda tətbiq edəcək, necə tətbiq edəcəksə, bu zaman onda daha yaxşı öyrənmə başlayır. Və məqsədli öyrənəndə şagird daha da inkişaf edir, daha da irəli getmiş olur. Deyək ki, keçmişik şagirdlərə ictimai yerlərdə davranış qaydaları. Şagirdlərimizi biz küçədə, nəqliyyat vasitələrində, dayanacaqlar bu davranış qaydalarını artıq tətbiq etməyə başlayırıqsa, bu şagirdlər üçün daha da maraqlı olur və şagirdlər bunu daha yaxşı mənimsəmiş olurlar. Yəni sinifdə kənara çıxmaq, sinif otağını tərk etmək bu deməkdir. Yəni fiziki tərk etməkdən söhbət getmir burada. Sonra əgər bir müəllim fasilitordursa, özünün hansı bacarıqları formalaşdırmalıdır? Buna baxaq. Müəllim ilk öncə şagirdləri daim müşahidə etməlidir. Çünki şagirdləri müşahidə edərkən onların sual-cavab prosesində necə iştirak etdiyini, bir-birinə olan münasibətini daim müşahidə edir və sadəcə nəticəyə yox, həmçinin prosesə də diqqət yetirmiş olur. Sonra dinləmə bacarığı. Dinləmə bacarığı nə deməkdir? Müəllim şagirdi yalnız eşitmək istədiyi cavabı almaq üçün deyil, ümumiyyətlə nəyə necə cavab verəcəyini dinləməyə də sövq etməlidir. Təbii bunun üçün də şagirdə sualı şagird hansı tərzdə verdi, hansı hissədən verdi, hansı təlim formalarından istifadə etdi, hansı qruplarla deməli işləyən, cütlərlə işləyəndə bu şagird hansı davranışı sərgilədi. Müəllim bütün bunları deməli dinləməlidir, fikir verməlidir və şagirdlərin öz arasında olan münasibətlərinə də nizamlamalıdır ki, dinləməklə bunu deməli yerinə yetirə bilər. Sonra məqamında düzgün müdaxilə etmə bacarığı bu nə deməkdir? Yəni şagird ən hansı bir məsələ olsun, tapşırıq olsun, çalışma olsun, onun həllində çətinlik çəkirsə, biz ona məqamında, vaxtında, anında deməli kömək göstərə bilərik, müdaxilə edə bilərik. Demək olmaz ki, biraz sonra baxaram, daha sonra baxaram. Yəni vaxtında, anında, düzgün məqamında müdaxilə etmək lazımdır. Bu həmçinin qiymətləndirmədə də belədir ki, biz şagirdə rəy verərkən vaxtında rəy verməliyik. Yəni daha sonraya bunu saxlamalıyıq. Sonra planlaşdırma və hazırlıq var. Bu nə deməkdir? Yəni müəllimlər dərsin daim gözəl keçməsi üçün, rahat və axıcı olması üçün planlaşdırmadan istifadə edirlər. Bu da onların dərsi daha effektiv qurmasına kömək etmiş olur. Deməli, müəllimin fasilitasiya bacarığı haqqında da bu qədər müəllimlər. Ümid edirəm ki, mövzu izahım sizin üçün faydalı oldu. Rəy bölməsində öz fikirlərinizi, tələblərinizi, təkliflərinizi bildirməyi unutmayın. Sağ olun müəllimlər, özünüzə yaxşı baxın.